səssiz görünər, amma danışar. Daşında tarix var, torpağında iz var, havasında qəhrəman nəfəsi var. Qubadlı. Elə bir yurtdur ki, hər qarşı igidliklə yoğrulub. Bu torpaq qəhrəmanlar yetişdirib. Bu torpaq pəhləvanlar doğub. Onlardan biri də vardı. Sadəliyi ilə uca, gücü ilə seçilən. Elin içindən çıxan, elin pəhləvanına çevrilən bir insan. Bahadur Həziyev. Onun adı yalnız bir insanın adı değildi. Bu ad bir məktəb idi. Qədimdən bəri bu diyarın insanı torpaq kimi möhkəm, dağ kimi əyilməz olub. Qubadlı rayonu yalnız coğrafi məkan deyil, bu ruhdur, ənənədir, kimlikdir. Kəndlərində böyüyən uşaqlar kiçik yaşlarından öyrənərdi. Hörmət nədir, güc nədir, qeyrət nədir? Gəziyən kəndi belə kəndlərdən biri idi. Sakit görünərdi. Amma içində bir güc gizlədərdi. Toylarda meydan qurular, el yığışar, pəhləvanlar gücünü yoxlayardı. El pəhləvanı olmaq sadəcə qalib gəlmək deyildi. Bu xalqın sevgisini qazanmaq idi. Bu ad qazanmaqdan çox etibar qazanmaq idi. Qubadlı torpağı təkcə təbiəti və qəhrəmanları ilə deyil, həm də zəngin adət ənənələri, el birliyi və mənəvi dəyərləri ilə seçilən bir diyardır. Bu bölgədə əsrlər boyu formalaşmış həyat tərzi insanların bir-birinə bağlılığını, hörmət və mərhəmət hisslərini qoruyub saxlamışdır. Qubadlıda adət ənənələr həyatın ayrılmaz hissəsi olub. Burada böyüyə hörmət, kiçiyə qayğı əsas prinsiplərdən sayılıb. El arasında sözün çəkisi ağsaqqalın hörməti hər zaman yüksək tutulub. Hər bir ailə, hər bir ocaq bu ənənələrin yaşadılmasına xüsusi diqqət yetirib. Toy mərasimləri Qubadlıda xüsusi təmtəraqla keçirilərdi. Toylar sadəcə iki gəncin ailə qurması deyil, bütöv bir elin sevincinə çevrilərdi. Günlərlə davam edən toy şənliklərində saz, söz məclisləri qurular, milli musiqilər səslənər, yallılar gedirlərdi. Kəndin hər bir sakini bu sevincdə iştirak edər, imkanlı, imkansız demədən hər kəs bir-birinə dayaq olardı. Yas mərasimləri isə birlik və həmrəyliyin ən bariz nümunəsi idi. Qubadlıda yas təkcə bir ailənin deyil, bütün elin dərdi sayılardı. Kimsə dünyasını dəyişəndə cəmaət dərhal bir araya gələr, ailəyə maddi və mənəvi dəstək göstərərdi. Yas evində sakitlik, hörmət və ehtiram qorunar, mərhumun xatirəsi uca tutulardı. El şənlikləri, Novruz bayramı, yaylaq, qışlaq mərasimləri, müxtəlif el yığıncaqları Qubadlıda həyatın rəngini təşkil edirdi. Bu şənliklərdə qədim oyunlar oynanar, milli ənənələr yaşadılar, insanlar bir araya gələrək həm əylənər, həm də birliklərini möhkəmləndirərdilər. Qonaqpərvərlik Qubadlı insanının ən ali xüsusiyyətlərindən biridir. Bu torpaqda qapıdan gələn qonaq Tanrı qonağı sayılar, süfrələr açılar, ən yaxşı nemətlər təqdim edilər. Qonağa hörmət göstərmək ev sahibinin borcu kimi qəbul olunardı. Cəmaatın birliyi isə Qubadlının əsas dayağı idi. Xeyirdə də, şərdə də insanlar bir-birinin yanında olar, çətin günlərdə əl-ələ verərək problemləri birlikdə həll edərdilər. Bu birlik hissi nəsildən nəsilə ötürülərək bu günə qədər gəlib çatmışdır. Qubadlı elində xüsusi bir anlayış da var. El pəhləvanı.
El pəhləvanı təkcə fiziki gücü ilə seçilən insan deyil. O həm də mərdliyi, ədaləti, səxavəti və xalqına bağlılığı ilə seçilən şəxsdir. El pəhləvanı zəifi qoruyan, haqqı müdafiə edən, hər zaman elin yanında olan, sözünə etibar edilən bir simadır. Belə insanlar elin dayağı, xalqın qürur mənbəyi sayılır. Bu cür mühitdə böyüyən insanlar birlik, mərdlik və vətən sevgisi ilə formalaşaraq gələcək nəsillərə örnek olurlar. Qubadlı da bu dəyərlərin yaşadığı, qorunduğu və nəsildən nəsilə ötürüldüyü müqəddəs bir yurtdur. Qubadlının qədim yaşayış məskənlərindən biri olan Qəziyan kəndi Bərküşat çayının sahilində, dağların qoynunda yerləşən zəngin tarixə və dərin köklərə malik bir yurtdur. Rayon mərkəzindən cənubda təxminən 9 kilometr məsafədə dəniz səviyyəsindən 750 metr yüksəklikdə yerləşən bu kənd, əsrlər boyu igid insanların, zəhmətkeş el oğullarının və tanınmış şəxsiyyətlərin yetişdirdiyi müqəddəs ocaq kimi tanınıb. Kəndin əsl adı Qaziyan olmuşdur. Bu ad ərəb mənşəli qazi sözündən götürülmüşdür və haqq uğrunda vuruşan döyüşçü, qoşun başçısı mənasını verir. Qəziyan kəndi yalnız coğrafi mövqeyi ilə deyil, yetişdirdiyi görkəmli şəxsiyyətlərlə də seçilir. Bu torpaq Pəhləvan Bahadur, görkəmli yazısı Cəlal Bərküşat, sosialist əməyi qəhrəmanları, el ağsaqqalları və zəhmət adamları Şəfaət Mehdiyev, Çoban Möhsin kimi tanınan Möhsin Əskərov, tanınmış alim Məmmədxan Mehdiyev, Azərbaycanın milli qəhrəmanı Əliyar Əliyev kimi bir çox görkəmli insanları yetişdirmişdir. Bu adlar Qəziyanın tarixində iz qoymuş, kəndin adını ölkə miqyasında tanıtmışdır. Qəziyan igidlərin yurdu, qəhrəmanların beşiyi və Bahadur kimi pəhləvanların yetişdiyi müqəddəs torpaqdır. Bahadur Aslanoğlu Həziyev 1 may 1926-cı ildə Zəngəzur mahalında, məhz belə bir qəhrəmanlar yurdunda, Qəziyan kəndində dünyaya göz açmışdı. Atası Aslan kəndlərində sayılıb seçilən uzunboy, enli kürək, əzəmətli bir kişi idi. Mahalda tanınan pəhləvanlardan sayılırdı. Zəhməti ilə öz ailəsini dolandırırdı. Aslan kişinin 2 oğul övladı dünyaya gəlmişdi. Birinin adı Səlim, o birinin adı isə Bahadur idi. Uşaqlarının hər ikisi də boylu buxunlu atalarına oxşayırdı. Atasının belə güclü olmasını görən Bahadur ona oxşamaq istəyirdi. Uşaqlığını Qəziyan kəndində tay tuşu ilə keçirən Bahadur dünyanın dərd qəmindən uzaq idi, xoş günlərini yaşayırdı. Bu torpağın gücü, bu elin ruhu onun xarakterində formalaşmışdı. Onu böyük bir idmançıya, xalqın yaddaşında yaşayan bir əfsanaya çevirmişdi. Bahadurun 20 yaşı olanda el məclislərinin birində Şuşadan olan məşhur pəhləvan Qaçay Şuşalı ilə tanış olmuşdu. Hər iki pəhləvan uzun müddət xalqımıza xidmət göstərmək üçün rayonların mədəniyyət evlərində, kəndlərdə, kolxozlarda çıxışlar edərək böyük rəğbət qazanırdılar. Bu, bölgədə sirk sənətinin inkişafına güclü təkan verirdi. Qaçay pəhləvanla Bahadur pəhləvan ömürlərinin axırına qədər dostluqlarını davam etdirmişdilər. Hər ikisi də böyük oğlanlarının adını Təvəkkül qoymuşdu. Bahadurun şöhrəti Azərbaycanın bütün rayonlarına yayılmışdı. Rayonlarda müxtəlif nömrələr çıxışlar edirdi. Respublikamızda olan peşəkar güləşçilər onun hansı gücə, nəyə qadir olduğunu çox yaxşı bilirdilər. Bahadurun göstərdiyi güc nömrələri Azərbaycan sirkinin sehricisi Ələkbər Fərruğa çatmışdı və onu Bakı sirkinə dəvət etmişdi. Sirkdə güləş mühüm yer tuturdu. Hələ güləşmə sirklərdə 1906-1907-ci illərdən başlayaraq hegemonluq etmişdir.
Bahadur Həziyev Azərbaycanın sirk pəhləvanı adına layiq görülmüşdü. O bir çox pəhləvanlarla Salih Süleyman, Rəşid Pəhləvan, Eldar Göyçaylı, Cümşüd Yusifov, Qaçay Hüseynov, Çingiz Göyçaylı, Suluddin Pəhləvan, Məhəmmədəli Pəhləvan, Paşa Qazaxlı, Əşrəf Sultanov, Elboruz Göyçaylı, Hüseyin Rəhimov və başqaları ilə dostluq etmişdir. O vaxt mən 10 yaşındaydım. Rıza dayım məni asudə vaxtımı İçəri şəhərinin dar dalanlarında, lap elə sahil bağında keçirməyimin qəti əleyhinə idi. Ona görə də imkan tapan kimi məni özü ilə məşqlərə, yarışlara, müxtəlif kütləvi idman tədbirlərini aparardı. Dəqiq yadımda qalmayıb, bilmirəm, Ağdamdaydı ya Qazaxda, el şənliklərində Bahadur Pəhlivan da çıxış eləyirdi. Onun göstərdiyi hərəkətlər məni heyrətə gətirirdi. Rıza dayım ona 6 aylıq ləqəbli Məşədi Əbdüləli, Hüseynqulu Həşimoğlu, Sar Pənci, Atababa Şonuoğlu, Məmməd Hüseyn, Salih Süleyman kimi məşhur güləş ustalarından danışar, bu qədim idman növünə maraq oyatmaq istəyərdi. Pəhlivanlara təqdim etdim. Bahadur Həziyevi qonaqlara göstərib dedi ki, bu da bizim el pəhlivanıdır. Onlar rusca soruşdular ki, bəs adı nədir? Bahadur özü cavab verdi ki, Bagadur. Onlar da biraz belə gülümsəyib, dedilər ki, Mufse Bagatiri, ha kak zavut da. O yenə dedi ki, Bagadur. Axırı Rıza dayı bizə elədi ki, bunun adı Bahadırdır. Bahadır da qədim türk sözüdür. Rusların Bagatır sözü də o türk ifadəsindən götürülüb. Sonra məni göstərdilər, zarafata salmışdılar da. Dedilər ki, bu da Bagatırdır, elə belə, yəni mənim üçün o vaxt 40 kiloydu çəkim. Neysə, zarafatlaşıb ayrıldıq. O vaxtdan Bahadur Həziyev sirkə gəlib getməyə başladı. Bahadur Həziyevin həyətində 300-ə yaxın meyvə ağacı vardı. Burada məşqlər gedir, dostluq görüşləri keçirilir. Məşq meydanından bir qədər kənarda, iri qazanlarda, biz ona tiyan deyərdik, öz həyətindən bəslədiyi qoyun quzudan hazırlanan bir yanda buğlama, o birisi tərəfdə şişə çəkilən hazır vəziyyətdə manqalın alışdırılmasını gözləyən kabab mərasimi bunlar. Mən axırı dözmədim, dedim ki, ay Bahadur, sən bunlara çox üz göstərmə, qədir qiymət verən deyirlər. Dedi ki, bizim kəndimizdə hər qapıda azı 10-15 qoyun quzu var. Onlar acdılar. İyi dəyər olaraq qoy yeyib gözləri doysun. Amma gözləri doysa da özləri doymadılar. Bahadur Həziyev 1946-49-cu illərdə hərbi xidməti başa vurub idman ustası kimi Respublika yığma komandasına cəlb olunmuşdu. 1949-cu ildən Qubadlı rayonunda idmanın inkişafı bu sahəyə yeni qüvvələrin gəlməsi üçün böyük əmək sərf etmişdir. Bahadur Həziyevin Qubadlının güləş tarixində çox yüksək çəkisi var. Onu bu idman növünə cəlb edən Azərbaycanın idman təşkilatçılarından olan SSR-nin əməkdar məşqçisi Əskər Bağırov olmuşdur. O Bahadur Həziyevlə 1950-ci illərdə tanış olur və onun güləş idmanı ilə məşğul olmağını istəyir və onu dəvət edir. Həmin vaxtdan Bahadur Həziyev ömrünü idmana həsr edir. Uzun illər sirk pəhləvanı kimi tanınıb. Zaqafqaziyalı, Orta Asiyalı tamaşaçılar onu ən güclü sirk pəhləvanı adlandırırlar. Bahadur Həziyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdi. O
O Yunan-Roma güləşi və sərbəst milli güləş növləri və ağır atletikadan idman ustası, SSR çempionu, dəfələrlə Azərbaycan çempionu olmuşdur. Əməkdar məşqçi idi. Ona Zəngəzur Pələngi adı verilmişdi. Bundan başqa xalq arasında çıxışları ilə xalq pəhləvanı adına layiq görülmüşdü. Bahadur Həziyev rayona qayıtdıqdan sonra rayon rəhbərləri bu adlı sanlı idmançıya qayğı göstərərək onu rayonun idman rəhbəri seçdilər. Bahadur müəllim Qubadlıda idman sahəsində bir sıra məsul vəzifələri yerinə yetirərək Qubadlı rayon idman komitəsinin, Ovçuluq cəmiyyətinin, DOSAF-ın, Məhsul Könüllü İdman Cəmiyyətinin sədri vəzifələrində çalışmışdı. İşlədiyi müddət ərzində xeyli uğurlar qazanmışdır. Gənc pəhləvan rayonda idmanın pərvazlanması üçün əlindən gələni edir və gənc nəslin idmana və bədən tərbiyəsinə maraqlarının artırılmasında çox böyük işlər görür. İdmanın bir neçə növü güləş, dama oyunları, nərd oyunları, futbol oyunları rayonda və onun kəndlərində yüksək səviyyədə inkişaf etdirilirdi. O vaxtlar fransız güləşi adlanan Yunan-Roma güləşi daha sürətli inkişaf edirdi. Bununla bağlı olaraq 1972-ci ildə Bahadur və onun tələbələri haqqında Mosfilm tərəfindən 15 dəqiqəlik film çəkilmişdir. Əməkdar məşqçi Bahadur Həziyev Qəziyanda yerləşən evinin birinci mərtəbəsində güləş və atletika zalı yaradaraq gənclərin bu işə cəlb olunmasına başlamışdır. Bahadur Həziyevin rəhbərliyi ilə 1950-ci illərdən başlayaraq rayonumuzun yüzlərlə məktəblisi böyük həvəslə şahin cəsurlar vətənin müdafiəsinə hazıran bu kimi hərbi idman oyunlarında iştirak edirdi. Bu yarışlar həmişə Qubadlıda Nəbinin və Həzərin heykəllərinin qarşısından başlayaraq Gödəklər kəndinin tut bağına qədər qaçışlarla davam edərdi. Qumbara atmaq, turnikdə hərəkətlər, orta məsafəyə qaçışlar, müəyyən olunmuş hədəfi nişan almaq və digər idman hərəkətləri həmin günün proqramında yer alardı. O günlərdə rayonda böyük izdiham yaranardı. Rəhbər işçilər belə yarışları izləyib azarkeşlik edirdilər. Bahadur Həziyev isə bu idman ənənələrinin mərkəzində dayanırdı. O, Qubadlıda idmanın əsasını qoymuş, yüzlərlə gəncin həyat yolunu dəyişmişdi. Bahadur pəhləvan idmançıların maraqlarını hər yerdə qoruyar, onları yarışlara aparanda daim narahatlıq hissi keçirərdi ki, salamat qayıtsınlar. Uşaqları bir-birindən seçməz, hamıya eyni qayğı göstərərdi. Dostluq, səmimiyyət və zarafatlar həmişə onun həyatında yer alardı. Qələbə qazananına sağ ol, uzanda isə ruhdan düşmək olmaz deyərdi. Hamı da onu bu gözəl xasiyyətlərinə görə çox istəyirdi. O, Qubadlı idmanının atası idi. Son illərdə rayonda bütün idman növləri inkişaf etdirilirdi. Xanlıq, Qayalı, Dondarlı, Muradxanlı kəndlərində idman zalları və meydançaları salınmışdı. Bu insanın əlinin altından yüzlərlə tələbə gəlib keçmişdir. Qubadlı rayonunun bədən tərbiyəsi və idman işçilərinin çoxu ona borcludur. Onun qoyub getdiyi məktəb əsl mübarizlər məktəbidir. Azərbaycan SSR Nazirlər Soveti yanında Ümumİttifaq Bədən Tərbiyəsi və İdman İşləri Komitəsi Bahadur Həziyevi dəfələrlə tərifnamə və fəxri fərmanlarla təltif etmişdi. Baxmayaraq ki, Bahadur müəllimin işləri çox idi, başı digər təşkilati işlərə qarışırdı, amma heç vaxt məşqləri unutmurdu. Bu insan daima narahat, daima axtarışda idi. Yunan-Roma güləşi üzrə dəfələrlə Respublika, Ümumİttifaq və beynəlxalq yarışların qalibi olmuş pəhləvan, Azərbaycanın milli qəhrəmanı şəhid mayor Əliyev Əliyar Yusufoğlu, əməkdar idman ustası, dünya çempionu Məmmədəliyev Heydər Nurəddinoğlu, Avropa çempionu, hərbiçilər sırasında dünya çempionu Məmmədov Elsəvər Yusufoğlu,
Yenə də Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası Məmmədov Məhəmməd Dilanoğlu və bir çoxları Bahadur Həziyevin yaratdığı Yunan-Roma güləş məktəbinin yetirmələridir. Onu da qeyd etməliyik ki, Bahadur Həziyev Şəki Bədən Tərbiyəsi Texnikumunun, Gəncə Bədən Tərbiyəsi Texnikumunun, Bakı Bədən Tərbiyəsi Texnikumunun və Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun rəhbərləri ilə daima əlaqələr yaratmış, tələbələrinin əksəriyyətinin həmin məktəblərdə oxumasına köməklik göstərmişdir. Dövrünün 56 ilini çətin, lakin şərəfli bir işə, Azərbaycan idmanının inkişafına, onun çiçəklənməsinə həsr edən Bahadur müəllim rayonun məsul idman cəmiyyətinin sədri olaraq Respublikamızda əməli işi ilə digərlərinə nümunə olan məşqçi olmuşdur. Bahadur Həziyevin Qubadlıda rayon idman komitəsinə rəhbərlik etdiyi illər bu gün də həmyerlilərinin yaddaşında xüsusi ehtiramla xatırlanır. Onun təşkilatçılığı və zəhməti sayəsində rayonda ölkə miqyasında tanınan, Respublikanı layiqincə təmsil edən çoxsaylı idmançılar yetişmişdir. Ümumiyyətlə Qubadlı İdman Məktəbi hər zaman Azərbaycan idmanına xüsusilə güləş sayəsində çoxlu sayda çempionlar bəxş etmişdir. Statistikaya nəzər saldıqda aydın görünür ki, heç bir rayon Qubadlı qədər güləş üzrə Azərbaycan çempionu yetişdirməmişdir. 10 dəfəyədək və 16 dəfə rekord sayda Qubadlıdan olan Azərbaycan çempionları Həzi Həziyev, Əliyar Əliyev, Bahadur Həziyev, Ziyafəddin Məmmədov, Aslan Həziyev, Çingiz Salmanov, yüngül atletika üzrə Murad Muradov, Hidayət Haqverdiyev, Cəlal Bahadurov, Feyruz Həziyev, Elbrus Məmmədov, Heydər Məmmədəliyev, Hikmət Həziyev, Sadiq Paşayev, Məhəmməd Məhəmmədov, Bahadur Aslanoğlu, Hacı Hacıyev və bir çoxlarının adını çəkmək olar. Qubadlının idman tarixində kəndlər üzrə yetişən məşqçi və idmançıların da rolu böyük olmuşdur. Xüsusilə Qaralar kəndindən Yusuf Mustafayev, Göyyal kəndindən Mübarək Yusufov, Qayalı kəndindən Elbrus Məmmədov, Əlövsət, Göyyallı Allahverən, İsmailov Rafiq, Saraylı Hidayət, Qəziyanlı Əliyar müəllim, Çərəli Murad müəllim, Bəşir Bəxşəliyev, Misir Kazımov, Aslan Həziyev və digər fədakar insanların adlarını çəkə bilərik. Mən Mübarək Yusufov, Qubadlı rayonu Göyyal kəndində anadan olmuşam. 1951-ci il oktyabr işçisi. Mən uşaqlığım o kənddə keçib, sonra gəlmişəm Bakı şəhərinə, bədən tərbiyə texnikumunu tutarmışam. Sonra 71-ci ildə Fərzənkənd Orta Məktəbində müəllim işləmişəm, idman müəllimi. Sonra da bədən tərbiyə institutunu oxumuşam, oranı da bitirmişəm, ali təhsilliyəm. Bahadur Pəhlivanı mən rayonda uşaq olanda hamı deyirdi ki, Bahadur Pəhlivan. Bahadur Pəhlivan həqiqətən də pəhlivanıdır, xalqın sevimlisi. Qubadlı idmanında, Qubadlının idman sahəsində olan onun tarixi bir yaddaşdır bizim qəlbimizdə. Hətta onun 7 dəfə seri çempionu olmuşdu. Moskvadan gəlib rəhmətli Bahadur Pəhlivanın idmançı ailə filmini orada çəkmişdilər. Mən o vaxtdan da məktəb bitirəndən sonra rəhmətli Bahadur Pəhlivanın Azərbaycanın bütün rayonlarına, Respublika, Bakıda həmişə bizi öz maşını ilə, Volqası ilə yarış aparırdı. O yarışlarda gedirdik, güləşirdik, yaxşı təəssüratla qayıdırdıq. Hətta biz yüksək yerlər tuturduq. Rayonumuzun qrupda həmişə birinci, ikinci yerdə belə çəkilirdi. Ona görə də Bahadur müəllimin zəhməti çoxudur. Biz institutu qutarandan sonra rəhmətliyin evində güləş salı vardı.
Gedib ora toplaşardıq, Bahadırın ocağına yığışardıq. Bilmədiyimiz fəndləri bizə öyrədərdi, məşq eləyərdi bizimlə. Sonra da uşaqları güləşdirib seçərdi ki, kim yarışa getməlidir. Hətta bunun yarış epizodlarından bir neçəsinin xatirələri mən danışım. Deməli, saatlıya yarışa getmişdik. Yarışa gedəndə bu Saatlıda Mədəniyyət Sarayında, Mədəniyyət evində yarış keçirdi. Bu yarış vaxtı gedəndə İmişlinin 4 yol ayrımında özdə həmişə şagirdlərin sıxmazdı, buna sərbəstlik verərdi, hörmət bəsləyərdi, həvəsləndirərdi, yarışa girməmişdən qabaq güldürərdi ki, yəni sıxılmasın, mandıraca düşməsin. Biz gedəndə 4 yol ayrımında, İmişliyin 4 yol ayrımında orada restoranda oturduq, çörək zat yedik. Bir də gördük ki, bir aşıq yoldaşı ilə burada oxuyur. Özdə çox kökündür bir aşığıdır. Aşığı çağırdı yanına, ona pul verdi ki, mən bu Qubadlı haqqında nə mahnı bilirsən, bu mahnılardan oxu bizim üçün. Bahadır kişi həm vətənpərvərdir, həm xalqını, millətini sevən insanıdır. Hətta bu komik, zarafatçıl bir kişiydi. Həmən aşığa bizim yanımızda dedi ki, sənin şalvarını bir barağından mənim idmançımın beşinə şalvar çıxar. Dedi, gələrsən Saatlıda bizimlə orada çalarsan, bizi fezyab eləyərsən. Hətta burada gəlmişdi, o aşıq arvadda dəf vururdu. Orada mən güləşdim Saatlı idmançısı ilə. Bu vaxtı Saatlı'nın prokuroru Kərim müəllim də orada işləyirdi. Elə içəri mədəniyyət evinə girəndə mən də Saatlı idmançısı ilə güləşirdim. Saatlı idmançısı mən yıxdım, məni alqışladılar. Orada Kərim müəllim də hətta bizim şərəfimizə orada qonaqlıq təşkil elədi, bizi yaxşı qarşıladı. Mənim özüm əskəriyə getdim, Leningradda orada xidmət elədim. Xidmət eləyəndə 3 ayda getmişdim, Leningrad okrugunda güləşdim. 15 nəfərlə güləşdim, hamısını yıxdım, çempion oldum. Orada məni dedilər ki, qayıt vətənə, get biraz dincəl 10 gün. Mən qayıtmadım. Sonra Bahadır Pəhlivana məktub yazırdım. Dedi ki, mən gələcəm sənin yanına. Hətta orada gəldi, məni batalyondan çıxartdı, getdik Leningrada gəzməyə. Hətta orada bizim şəkilimiz də var. Avrora gəmisinin üzərində deməli şəkil də çəkdirdi. Orada bir həftə mən Leningradı gəzdirdi. Leningrad intrusuna apardı. Orada yemək, içmək təşkil elədi. Hətta orkestrə pul verdi ki, Azərbaycan musiqisi çalansın, oynayaq. Onun ocağında, onun suyundan, çörəyindən yemişik, evində də məşq eləmişik. Allah rəhmət eləsin, bizə göstərdiyi qayğıya görə, hər bir şeyə görə ondan minnətdarlığımızı bildirdim. Bir də onu demək istəyirəm ki, Qubadlı rayon icra başçısı Malik müəllimlə bizim Qubadlı cəmaatın hamısı razıdır. Çünki həmişə o cəmaata qiymət vermişdi. İdman sahəsində, idmana çox fikir vermişdi. Ölkə prezidenti İlham Əliyevin özü idmana çox fikir verir, idmançılara qayğı göstərir, ona evlə təmin, işlə təmin edirdi. Malik müəllim də elə prezident kimi Qubadlı idmanına da yüksək qiymət vermişdi. Hətta şəhid ailələrinə, şəhidlərin abidəsinin ucalmasına Malik müəllimin zəhməti çox olub. Mən şahidi oldum, milli qəhrəmanımız rəhmətli Əliyar Əliyevin Bakıda Nərmanov rayonunda onun orada abidəsinin açılışında orada iştirak elədim. Malik müəllimin orada zəhməti, əməyi çoxdur. Bunu qiymətləndirmək lazımdır.
xalq kimi, millət kimi hamımız Barış müəllimi boşlayıb, çox sağ olsun, gözəl insandır. Xalqın qayğısını, qeydinə qalan bir insandır. Bahadur Pəhləvanın yetişdirdiyi pəhləvanlardan biri də güləş üzrə idman ustası sirk pəhləvanı Yusif Xansvaroğlu Mustafayevdir. Yusuf Pəhləvan 1952-ci ildə Qubadlı rayonunun Qaralar kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. Təhsilini davam etdirərək Leskaft adına Leningrad Bədən Tərbiyəsi Universitetinin Moskva filialında aspirantura təhsili alıb. Gəncliyi çox gözəl keçib. Dəfələrlə yığma komandanın tərkibində olub. Həmkəndlisi Teymurla birlikdə Bahadur Həziyevin xeyir duasını alaraq pəhlivanlığa başlamışdır. Yusuf müəllim bir müddət Bakı Dövlət Sirkində fəaliyyət göstərmişdir. Onun səsi dünyanın böyük sirklərindən gəlir. O, dünyanın bütün qitələrini, Amerikanı, Asiyanı, Avropanı, Avstraliyanı gəzib, özünün ilahi gücü ilə insanlar qarşısında yüksək səviyyədə çıxışları ilə alqışlar qazanmışdır. Moskva Dövlət Sirkinin formalaşmasında xidmətləri olduqca çoxdur. Hətta onun çıxışlarına tamaşaçılar çox təəccüblənirdilər. Yusuf Mustafayev uzun müddətdir ki, Hollandiya Sirkinin direktorudur. Hollandiya və Alman qəzetlərində Qubadlının Qaralar kəndindən olan Yusuf Pəhləvan haqqında dəfələrlə yazılar yazılmışdır. Qubadlı rayonunun Çərəli kəndindən olan yüngül atletika üzrə idmançı Murad Muradov Bahadur Həziyevlə həmişə bir yerdə yarışlarda olmuşdur. O vaxtlar rayonumuzdan Respublika birinciliyində Murad Muradov, Bahadur Həziyev və Abdullah Pəhləvan birlikdə iştirak edirdilər. Murad müəllim Qubadlı idmanının ağsaqqalı hesab olunur. Bu insan haqqında daha çox fikir söyləmək olar. 1969-cu ildə Əfqanistanda Murad Muradov birinci yerə, 1979-cu ildə isə Rəhim Novruzov birinci yerə çıxmışdır. Hər ikisi də Qubadlının fəxri olan idmançılardır. Bahadur Pəhləvanın özü kimi övladları da tanınmış idmançılardır. Özü pəhləvan çörəyi yeyib pəhləvan olub. Elə balaları da. Təvəkkül, Həzi, Feyruz, Sevda, Səlim, Bahadur, Xəqani, Hikmət, Elməddin, İstarə, ali təhsil alıblar. Övladlarının bir çoxu Bədən Tərbiyəsi İnstitutunu bitiriblər. Həziyev Həzi Bahaduroğlu 1962-ci ildə Qubadlı rayonunun Qəziyan kəndində anadan olmuşdu. 1982-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Yunan-Roma güləşi üzrə SSRİ idman ustası idi. Birinci müəllimi atası Bahadur Həziyev olmuşdur. İdman sahəsində müxtəlif vəzifələrdə çalışıb. Həzi Həziyev 16 dəfə rekord səviyyədə Azərbaycan çempionu olmuşdur. Zaqafqaziya hərbi birləşmələrinin çempionu, SSRİ yığma komandasının yeniyetmələr, gənclər və kişilər arasında müəyyən vaxtlarda üzvü olmuş, dəfələrlə ümumİttifaq beynəlxalq dərəcəli yarışların qalibi olmuşdur. 1994-cü ildən güləş üzrə Respublika dərəcəli hakim, Azərbaycanın əməkdar məşqçisi idi. Bahadur Pəhləvanın digər övladı məşqçi müəllim Bahadur Həziyevdir. Bahadur müəllim SSRİ yığma komandasının tərkibinə üzv olmuşdu. Yunan-Roma güləşi üzrə Azərbaycan və SSRİ çempionu olub. Onun yetirmələri Respublika və beynəlxalq yarışlarda müəllimlərinin başını hər zaman uca ediblər. İşlədiyi az müddət ərzində bacarıqlı, tələbkar, işgüzar məşqçi kimi ad çıxarıb. Hər il Azərbaycanın yığma komandasına onlarla güləşçilər verib. Cəlal Bahadurov 1987-ci ildə Qubadlı rayonunda Həziyevlər ailəsində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Babası Bahadur Həziyevi özünə ideal seçib. Atasının və əmisinin rəhbərliyi ilə bir çox yarışlarda iştirak etmişdir. Dəfələrlə beynəlxalq yarışlarda, Azərbaycan birinciliklərində Yunan-Roma güləşi üzrə çempion adına layiq görülmüşdür. Həm də yüksək dərəcədə ağırlıq qaldırmaq qabiliyyəti var.
Bir insanın böyüklüyü yalnız öz uğuru ilə ölçülmür. Onun yetiştirdikləri ilə ölçülür. Bahadur Həziyev bir məktəb yaratdı. Bu məktəbdə təkcə texnika öyrədilmirdi. Burada iradə formalaşırdı. Burada xarakter yaranırdı. Onun şagirdləri meydanlarda qalib gəlirdi. Amma ən böyük qələbə onların insan kimi yetişməsi idi. Onlar hər dəfə xalçaya çıxanda təkcə öz adlarını yox, ustadlarının adını da qoruyurdular. Bahadur məktəbi. Bu söz təsadüfi değildi. Bu bir ənənə idi. Davam edən bir yol idi. Zaman dəyişdi. Meydan dəyişdi. Amma ruh dəyişmədi. Bu dəfə güləş xalçası yox, döyüş meydanı idi. Onun yetirmələri vətən uğrunda ayağa qalxdı. Bəziləri qazi oldu, bəziləri isə şəhidlik zirvəsinə yüksəldi. Onlar döyüşlərdə ustadlarının öyrətdiyi kimi davrandı. Geri çəkilmədilər, sınmadılar. Çünki onlar təkcə güclü deyildilər. Onlar ruhən pəhləvan idilər. Bahadur məktəbinin yetirmələrindən biri də Qəzyan kəndində doğulmuş Azərbaycanın milli qəhrəmanı Əliyar Yusifoğlu Əliyev idi. Əliyar Əliyev Respublikanın adlı sanlı idmançılarından sayılırdı. O klassik və Yunan-Roma güləşi üzrə dəfələrlə Respublika Ümumİttifaq və beynəlxalq yarışların qalibi olmuşdur. Əliyar müəllim Bahadur Həziyevin layiqli davamçısı idi. O Respublikada gedən ictimai-siyasi hadisələrdə də yaxından iştirak edirdi. Qarabağ müharibəsi başlananda Əliyar Əliyev bütün Qubatlı gənclərini, o cümlədən Bahadur Həziyev məktəbinin idmançılarını doğma yurdun müdafiəsinə səslədi. Qubatlının igid oğulları düşmənə sarsıdıcı zərbələr endirdilər. Misilsiz qəhrəmanlıqlar göstərdilər. Bu döyüşlərdə Bahadur Pəhlivanın övladları da iştirak edirdi. Bahadur Pəhlivanın oğlu Hikmət Həziyev Qubatlının yazı düzü istiqamətində gedən döyüşlərdə düşmənin bir neçə hərbi texnikasını vurub sıradan çıxartmışdı. Özü isə ağır yaralanmışdı. Onlar axıra qədər döyüşərək Qubatlı torpağını düşmənə vermədilər. Əfsanəvi qəhrəman Əliyar Əliyev işlədiyi hərbi hissədə Koroğlu, Nəbi misallı döyüşçülər yetişdirmişdi. Öz yurdunun taleyini özləri həll edən Qubatlılar düşməndən dönə-dönə qisas aldı. Düşməni vahiməyə saldılar. Qubatlıların qeyrəti, qəhrəman mərd cəmaət olması hər kəsə tarixdən məlumdur. Tarixə nəzər salanda Qaçaq Nəbinin rəhbərliyi ilə yaradılmış kiçik bir dəstə qüdrətli dövlət olan Çar Rusiyasını böyük təşvişə saldığını bilirik. Haqq ədalət uğrunda inamlı mübarizə aparanları, bu igidləri xalqımız həmişə öz qəlblərində, dillərində yaşadaraq Qaçaq Nəbi dastanını yaratdılar. 1992-ci il oktyabr ayının 3-də Əliyar Əliyev Laçın rayonunun Şurunbaşı yüksəkliyi uğrunda döyüşdə sürücüsü Əl-Saadət Ağayevlə birlikdə qəhrəmancasına şəhid olmuşdular. Onun bu igidliyi və fədakarlığı ona Azərbaycan milli qəhrəmanı adını qazandırmışdır. Əliyarın ölümü ilə bütün Qubatlı kədərə bürünmüşdü. Ona 40 gün yas saxladılar. Bu xalqın ona olan böyük məhəbbətindən irəli gəlirdi. Çünki o, Qubatlıların dirəyi, dayağı idi. Hamı onunla fəxr edirdi. Həmişə deyirdilər, Əliyar kimi oğlu olan oba basılmaz. Qubatlı idmançıları təkcə arenalarda deyil, döyüş meydanında da qəhrəmanlıqları ilə tarix yazdılar. Həmin idmançılardan bir neçəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə canlarından keçərək şəhidlik zirvəsinə uzaldılar.
Əliyar Əliyev, Balakişi Hüseynov, İrşad Həsənquliyev, Elşən Nəcəfov, Azər Nəcəfov, Pənah Mirzəyev, Rafiq Ələkbərov, Rauf Ələkbərov, Çingiz Quliyev, Həşim Şirinov, Bərxudar Əskərov, Teymur Aslanov, Şahin Haqverdiyev, Aqil Məmmədov, Cavanşir Rüstəmov, Həmzə Ağayev və neçə oğullar idmanda qazandıqları uğurlarla həm də vətən uğrunda göstərdikləri fədakarlıqlarla yaddaşlara əbədi həkk olundular. Həyat öz axarı ilə gedirdi. Lakin bütün bu işləri Qarabağ müharibəsi alt-üst etdi. 1993-cü ilin avqust ayında Qubadlı rayonu xəyanətin qurbanına çevrildi və ermənilər tərəfindən işğal olundu. Qubadlılar məcburi köçkünlük dövrünü yaşamalı oldular. Lakin bu yurdun ruhu heç vaxt sınmadı. Mövcud olan çətinliklərə, qaçqınlığa və köçkünlüyə baxmayaraq, möhtəşəm yarışlarda Azərbaycan Respublikasının bayrağını qaldıran oğlan və qızlarımız arasında onlarla Qubadlıdan olan idmançılarımız oldu. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı bədən tərbiyəsi və idman haqqında qanunun tətbiqi barədə fərmanı və Nazirlər Kabinetinin bədən tərbiyəsi və idmanın inkişafının dövlət proqramı bütöv Azərbaycanda olduğu kimi Qubadlı idmanının inkişafına da böyük təkan vermişdir. Bugün rayonumuzda Uşaq Gənclər İdman Məktəbi və Uşaq Şahmat Məktəbi fəaliyyət göstərir. Bununla yanaşı Qubadlı Bərküşad Həkəri və Əliyar Əliyev adına idman klubları da gənclərimizi bir araya gətirərək sağlam həyat tərzi, güclü iradə və milli qürur aşılayır. Dünyanın müxtəlif kürsülərində Azərbaycan idmanının şərəfini ləyaqətlə qoruyan Qubadlı övladları Hikmət Həziyev, Həqani Həziyev, Cəlal Bahadurov, İslam Abbasov, Niyaməddin Paşayev, Pərviz Məmmədov, Loğman Quliyev, Billurə Eminova, Elburus Məmmədov, Təvəkkül Bayramov, Müşfiq Mahmudov, Nahid Əsədov, Ruslan Rüstəmov, Fərid Ağayev, Vilayət Namazzadə, Cahid Cəfərov, Saday Qasımzadə, Natiq Qasımov, Ruslan Həsənov, Xəyal Cəmilbəyli, Yaqut Zamanov və adlarını çəkmədiyim neçə igidlərimiz güləş, karate, qaydasız döyüş və digər idman növlərində dünya, Avropa və Azərbaycan çempionu olaraq üstürəngli bayrağımızı göylərə qaldırıblar. Onların hər bir qələbəsi təkcə şəxsi uğur deyil, həm də Qubadlının, Azərbaycanın qürurudur. Bu idmançılar göstərdilər ki, güc yalnız əzələdə deyil, həm də ruhda, iradədə və vətən sevgisindədir. Onların qazandığı medallar, kürsülərdə dalğalanan bayrağımız bir daha sübut edir ki, Qubadlı gəncləri hər zaman milli dəyərlərə sadiq, idmanda zirvəyə can atan, vətənini dünyaya tanıdan övladlardırlar. Ölkəmizin müdrik rəhbəri Prezident İlham Əliyevin idmana verdiyi qiymət, qayğı və diqqət hər birimizin ürəyincədir. Prezident İlham Əliyevin Qubadlı idmançıları dünya çempionu Niyaməddin Paşayevlə, Avropa və dünya çempionu İslam Abbasovla və bir çox idmançılarımızla görüşü, onların mükafatlandırılması buna bariz nümunədir. Bu sahəyə rayon rəhbərliyi tərəfindən də xüsusi diqqət və qayğı göstərilmişdir. Qubadlı rayon icra hakimiyyətinin başçısı, rayonumuzun ağsaqqalı cənab Malik İsaqov həmişə idmanın inkişafını diqqətdə saxlamışdır. Sumqayıt şəhərində Qubadlı İdman Məktəbinə idman avadanlıqlarının alınması, idmançılarla keçirilən görüşlər, onlara maddi və mənəvi dəstək göstərilməsi bunun bariz nümunəsidir. Xalqımızı dünyanın idman arenalarında ləyaqətlə təmsil edən və sevdirən bu vətən oğullarının təbliği, tanıdılması və tarixləşməsi yolunda Respublikanın əməkdar müəllimi, yazıcısı Çingiz Salmanovun qələmə aldığı Zəngəzur Pələngi əsəri də çox təqdirə layiqdir. Hörmətli Vüqar müəllim, bu günləri mənim əziz müəllimim Bahadur Həziyevlə bağlı olaraq məndən müsabiqə aldığınıza görə qürur duyuram və sizə öz minnətdarlığımı bildirirəm. Bahadur Həziyev Qubadlı
idman tarixinin eposudur. O idmanı qurmaqla yanaşı, həm də onun idmanın, Qubadlı idmanının şərəfini Azərbaycana, dünyaya çatdıran bir insandır. Bahadur Həziyev həm də kadrların yetişməsində, Qubadda idman kadrların yetişməsində çox mühüm rol oynayıb. Onların hazırlaması üçün çox böyük işlər görüb. Onun haqqında çox danışmaq olar, lap çox danışmaq olar. 50-ci ildə idman fəaliyyətinə başlayıb, bir ildən sonra Azərbaycan birinciliyində iştirak edib və Azərbaycan çempionu adına layiq görülüb. İkinci il yarışlara məşhur pəhlivan Abdullah Abdullayevi də qatıb və hər ikisi Azərbaycan birinciliyində iştirak ediblər və ikisi də çempion olublar. Abdullah Abdullayev Zəngəzur Qartalı adlanan bir çox güclü bir pəhlivan oldu. Bahadur pəhlivan çoxlu pəhlivanları yetişdirib. Milli qəhrəmanımız Əliyar Əliyevi, Sülüddin pəhlivanı, Beyləqanlı Sülüddin pəhlivanı, Aslan Həziyevi və bir çox pəhlivanların yetişməsində çox mühüm rol oynayıb. Bir pəhlivan haqqında xüsusi məlumat verəcəm. Yusuf Mustafayev Bahadur pəhlivanın yetişdirməsidir. O dünya çempionudur. Dünyanın Avropa qitəsində də, Asiya, bütün qitələrdə, bütün sirklərdə iştirak edən bir insandır. Onun yeganə bir çıxışı var ki, heç kim o çıxışı edə bilmir. 120 kilogramlıq zindanı alnında saxlayır. Və bugün xaricdə yaşayır, sirk müdürüdür. Başqa idmançılar da olmuşdur. Güləşçilər haqqında bəzi məlumatlar verəcəm. SSR birinciliklərində iştirak edən güləşçilərdən Əliyar Əliyevi, Sadiq Paşayevi, Hidayət Haqverdiyevi, Bahadur Həziyevi və çoxların adını çəkmək olar. Bu idmançılar da o Qubadlı idmanın şöhrətin beynəlxalq aləmə çatdıran idmançılar olmuşlar. Bahadur Hədiyevin pəhlivan dostları haqqında da məlumat vermək istəyirəm. Çingiz pəhlivan, Eldar pəhlivan, Qara pəhlivan, Şuşalı Qaçay pəhlivan, Zəngəzurlu Abdullah pəhlivan, Qazaxlı Paşa pəhlivan, Məhəmməd Əli pəhlivan, Qazaxlı Məhəmməd Əli pəhlivan. O pəhlivanların hamısı Bahadur Hədiyevli dostluq etmişdir. 1952-ci ildə Bahadur Həziyev Respublika birinciliyində iştirak edəndən sonra onu sirkə dəvət edirlər. Və 3 ay müddətində sirkdə fəaliyyət göstərir. Sirkdə o 32 kilogramlıq girləri iki əlin hər birində 32 kilogram giri qaldıran zaman Rəşid pəhlivan içəri girir və onu otağa çağırır və onun gözündən öpür. Salih Süleymanlarla da münasibəti çox yüksək olmuşdu. Hətta onun oğlu Kamalla bir yerdə məşq eləmişdi. Salih Süleyman deyir ki, Bahadur pəhlivana deyir ki, siz mənim oğlunu həmişə bir yerdə iştirak edəsiniz, çıxışlarınız bir olacaq. 1956-cı ildə beynəlxalq yarışlarda iştirak eləməyə başlayır Bahadur Həziyev. Bu yarışda Zavqaziyanın bütün respublikaları və digər respublikalarda iştirak edir, birinci yerə çıxır. 52-ci ildə də birinci yerə çıxmışdır, 56-cı ildə də birinci yerə çıxmışdır. Bu idmanların deməli hamısında iştirakı ilə bağlı olaraq o bir neçə idman növü üzrə SSR idman ustası normasını yerinə yetirmişdir. Sərbəst güləş üzrə, klassik güləş üzrə, yüngül atletika idmanı üzrə SSR idman ustası normasını yerinə yetirmişdir. Həm də Respublikanın əməkdar məclisidir. Bahadur Hədiyevin haqqında danışarkən onun məktəbləri haqqında da məlumat vermək lazımdır. Onun dövründə Qubadda 3 güləş məktəbi yerləşirdi. Xanlıq kəndində, Qəzyan kəndində və rayonun özündə. 2 şahmat məktəbi
rayonun qəsəbənin özündə və Mollu kəndində Şahmat məktəbləri fəaliyyət göstərirdi. Rayonda hər il qutu normativləri həyata keçirilirdi. Məsul İdman, Könüllü İdman Cəmiyyətinin sədri olduğu müddətdə bütün kolxoz və savxozlarda cəmiyyətin təşkilatını yaratmışdı və orada olan idmançılar müəyyən yarışlarda iştirak edirdi. Hər il Azərbaycandan ayrı-ayrı idmançılar yarışlarda iştirak etməyə başladı. Bu idmanın yaranmasında, qurulmasında, onun inkişafında mühüm rol oynadığı üçün onu Respublikada da çox sevirdilər. Demək olar ki, Bahadur Əziyev Qubadlı idmanının tam şəkildə yaradıcısıdır, qurucusudur. Bizi çox istəyirdi. Yarışa gedəndə hansı yarışlara gedirdisə, bizi öz balası kimi imkan verməzdi ki, bizim müəyyən narahatçılığımız olsun. Bizim qida rejimimizə olduqca diqqət yetirən adamdır. Yeməyi yemişsən, falan şey eləmişsən. Belə bir insandır. Həm də kimin pul olmasaydı, çıxarıb cibindən pul verirdi ki, evdən nə qədər pul götürmüsən? Deyirdik 5 manat, deyirdik, ana bu 10 manatı qoçma. Belə xarakterli bir insandır. Yəni, idmançıları sevən adam, idmanı sevən bir insandır. Həmişə fikirləşirdim ki, Bahadur Əziyev haqqında bir yazı işləyim. 90 illik yubileyində bir yazı işlədim. Bir kitab işlədim, Zəngəzur Pələngi. Kitab nə dərəcədə yaxşıdır, onu oxuculara, pisdir, oxucular bilirlər. Kitab ərsəyə gəldi. İndi hardasa bu kitab bu günləri Respublikanın Milli Kitabxanasında, Bədən Tərbiyə İnstitutunun kitabxanasında, ayrı-ayrı kitabxanalarda, Qubadlının kitabxanasında, ayrı-ayrı kitabxanalarda yerləşir. Oxucuları da olduqca çoxdur. Hardasa bizim rayonda idmanın inkişafı ilə bağlı digər yüksək səviyyəli insanların, yəni işi olan adamların hamısının qayğısını çəkməsində çox hörmətli başçımız Malik müəllim xidmətləri olduqca böyükdür. Və kitab çıxanda kitab aparmışdım onun yanına. Bir kitab da vermişdim. Çox maraqla dinlədi və Bahadur Əziyev haqqında bəzi məlumatlar da məndən əldə elədi. Bugün də onun stolun üstündə kitab yerləşir. Çox sağ olsun, minnətdarlığımızı bildiririk. Həsrət sona çatdı. 2020-ci ildə başlanan 44 günlük vətən müharibəsində Ali Başkomandan İlham Əliyevin rəhbərliyi, qəhrəman oğullarımızın canı və qanı bahasına işğal altında olan bütün torpaqlarımız düşmən tapdağından azad edildi. Həsrətində olduğumuz Qubadlı da azadlığına qovuşdu. Bu şərəfli qələbədə Qubadlının igid oğullarının, General Mais Bərxudarovun, General İdris Məhərrəmovun, Azərbaycanın milli qəhrəmanı şəhid polkovnik Şükür Həmidovun, şəhid polkovnik Faiq Qasımovun, şəhid mayor Vüqar Ağayevin, şəhid mayor Elçin Aliyevin və adlarını çəkmədiyimiz onlarla qəhrəmanın böyük payı var. Torpaq sahibinə qayıtdı. Bayraq yenidən ucaldı. Bu qələbə sadəcə hərbi zəfər deyildi. Bu ruhun qələbəsi idi. Bu torpaq uğrunda can verənlərin, mübarizə aparanların, gəncləri tərbiyə edənlərin qələbəsi idi. Bu möhtəşəm zəfər Bahadur Əziyev məktəbinin də qələbəsi idi. Bahadur pəhlivanın ruhu şad oldu. Çünki onun doğulduğu Qəzyan kəndi də azadlığına qovuşdu. Belə cancaqlar, uşaqları olan bir ordu, bir xalq. Mən də başa düşürəm ki, heç vaxt basılmaz. Gəlin sökün bunu. Solay yol kəsit eləsin. Kəsit eləsin. Belədir. Bilsinlər ki, bura Qəzyan kəndidir. Bunu aparsınlar Ermənistana. Bağlar, 2 çay geçirdi bu adını.
Hər birinizə minnətdarlığımı bildirirəm ki, belə yol əziyyət çəkib gəlmisiniz. Başda prezidentimiz olmaq şərtilə Allah hamısına ömür versin. Şəhidlərimizi ruhu şad olsun. Şəhidlərin demək olar ki, sayəsində biz gəlib öz torpaqlarımızda qəbirlərimizi ziyarət edirik. May ayının birində əmmin 100 illiyi ilə bağlı Allah Malik müəllimin ömrünü uzun eləsin, canını sağ eləsin, o cümlədən kollektivin bir yerdə bu nətər deyərlər, bu tədbiri yaradıb, həsəyə gətirib, Allah ömür versin. Babazadə Sitarə, Bahadur Həziyevin, Pəhlivan Bahadurun qızıyam. Atamla çox fəxr edirəm. Harda atamın, qardaşlarımın adını eşidirlər, onların adına yenə də mən onların xeyrini görürəm. Hər yerdə hörmətlə yanaşırlar. Atamı mən balaca yaşımda itirmişəm. Demək olar ki, xatirələrim atamla bağlı çox deyil. Ancaq atamın o dövrdə yaşıdları, tanışları, kim görürsə, həmişə atamla bağlı xoş xatirələr danışırlar. Elə atamla da bağlı, qardaşlarımla da bağlı. Deyirlər ki, biz heç vaxt rayona gedəndə birbaşa getməzdik. Bahadur Həziyevin həyətində yeməmiş, içməmiş heç kim rayona getmiş və yaxud oradan qayıtmış olmazdı. Ona görə də, belə deyək də, atam tək idmanda deyil, həm də rayonun tanınmasında, eyni zamanda rayonda idmanın canlanmasında, rayonda bütün tədbirlərdə fəal iştirak edib. Rayonda o vaxtda keçirilirdi, Sovet dövründə belə tədbirlər keçirilirdi. O vaxt tanınmış müğənnilər olsun, aktyorlar olsun, onların çoxu bu evdə qonaq olublar, çörək kəsiblər. Ona görə də çörəkli insandı deyirdilər. Elə həyatda həqiqətən də insana, belə deyək də, bu dünyadan rəhmət qalır, bir də xoş anılmaq. Mən elə gəlir ki, atam bunların hər ikisini bu dünyada qazanıbdır. Allah məkanını cənnət eləsin. Allah yerdə qalanlarımıza dəyməsin. 1983-cü il bir ömür tamamlandı. Dünyaya gələn gün bir evin sevinci, dünyadan gedən gün bir elin kədəri oldu. Bugün onun 100 illiyi qeyd olunur. Bir əsr keçdi, amma adı yaşayır. Bahadur Həziyev. Bir insan, bir məktəb, bir tarix. Amma bir yol yeni başladı. Bahadur Həziyev fiziki olarak aramızdan geçse də, onun ruhu qaldı, onun yolu qaldı. Bugün onun yetiştirdiği şagirdlərin şagirdləri meydanlara çıxır. Bugün onun adı hörmətlə çəkilir. Bugün onun yarattığı məktəb yaşayır. Çünkü bəzi insanlar sadəcə yaşamır, onlar tarix yazır. Pəhləvan ölər, amma onun yolu yaşayır. Belə insanlar zamanla yok olmur. Onlar zamanın özüne çevrilir.